Məsələ 5. 2'nin üstü kök altda 200 bərabərdir x'in üstü x olarsa x'i tapın. Deməli sağ tərəf üstülü mürəkkəb funksiyadır, sol tərəf ədəddir. Tənliyin özünü yazıram. 2'nin üstündə kök altda 200 bərabərdir x'in üstü x. Və buradan alıram. Kök altda 200'ü yazıram. 2'nin üstündə 2 vuraq 100. Bu da bərabərdir x'in üstü x. Kök altda 100'dən 10 çıxır və bunu yazıram. 2'nin üstündə 10 kök altda 2. Kök altda 2 qaldı kökün altında. Bərabərdir x'in üstü x. Buradan alırıq. Əsas 2'ni, burada bax bu 2'ni kök altda 2'nin kvadratı şəklində yazıram. Kök altda 2'nin kvadratı. Orada da var idi qüvvətdə vuraq 10 kök altında 2. Sağ tərəf qaldı x'in üstü x. Sol tərəf bizə verdi kök altda 2'nin üstündə 20 kök altında 2. Bərabərdir x'in üstü x. Buradan da alıram. 20 kök altda 2'ni yazıram bu şəkildə. Kök altda 2'nin üstündə 5 vuraq 4 kök altında 2. Yenə də 20 kök altda 2 eləyir. 5 vuraq 4'dən. Bərabərdir x'in üstü x. Və bir şeyə kənarda baxaq. Kök altda 2'nin üstü 5 bildiyiniz kimi. Bu bərabərdir 2'nin üstü 5. Kök altda 2'nin üstü 4 vuraq 2 yazırsınız. 2'nin üstü 4 bu verdi 4 kök altda 2. Deməli, bax bunun yerinə mən yazıram 4 kök altında 2 və qüvvətdə 4 kök altda 2 qalır. 4 kök altında 2. Bərabərdir x'in üstü x'e. Yenə 4 kök altda 2'nin üstü 4 kök altda 2 x'in üstü x. Buradan çıxır ki x bərabərdir 4 kök altında 2'ye. Beləliklə bu bərabərlikdən x'in qiyməti 4 kök altında 2'ye bərabər.